Salam. 5 aprel tarixində 9-cu siniflərin buraxılış imtahanına düşmüş sualları həll edəcəm. Başlayaq. 30 hektardan 42 hektar artdı. Yəni artırılıb sonrakı qiyməti biz əvvəlki qiymətə bölüb onun faizini tapmalıyıq. Yəni 42 sonrakı qiyməti böləcəm 30-a, vuracam 100%. 30-dan 42 ilə 3 gedəcək, düşəcək 14, 140%. Bir şey ilk başlanğıcda 100% olur. 140% olmuşsa, deməli 40% artdı. Tənliyi həll etmək üçün çarpaz vura bilərik. Çarpaz vururuq. -3x bərabərdir 48-ə, x də bərabərdir -16-ya. D variantı. Y bərabərdir 2x. Sadə şəkildə verilmiş tənliklər sistemidir. Y bərabərdir 2x. Elə y-in yerinə 2x yazacaq. 5x topla 2x bərabərdir 21. 7x bərabərdir 21-ə. X də bərabərdir 3-ə. Y-i tapmağımız üçün y bərabərdir 2x ifadəsində 2 vurulsun 3 şəklində yazırıq. Cavab olur 6. Yəni 3, 6 D variantı. Kanın hansı ən böyük qiymətində cəmi düzgün kəsirdir? Sonsuz dövrü olunub kəsirlərin yazılış qaydası var. Həmən qayda şəklində yazmağa başlayaq. 90-da 4K üstü xətt çıx 4 topla 90-da K4 çıx K. Ortaq məxrəcimiz 90-dır. K-larımız ixtisar gedəcək, 4-lər ixtisar gedəcək. Sonda cavab 90-da 40 topla 10K alınır. Burada K-nın hansı ən böyük variantdan tapa bilərik. Məsəl üçün A variantından yoxlayaq. 5 qoysaq, 5 vurun 50 eləyəcək. 90-da 90, yəni düzgün olmayan kəsir oldu. Deməli, 5-dən sonra 4-ü yoxlayırıq. 4 vurun 40, 40, 80. Yəni 90-da 80 alındı. Deməli, 4 qiyməti ödədi. İndi bu suala baxaq. Düz xətt çəkirik. 4 sm məsafə deyirsə, hündürlüyü endirəcəm. Məsafəmiz olacaq 4. Hər birinin 15 sm mail çəkilmişdir. Maillər bu şəkildə çəkilir. Maillərin uzunluğu 5 sm-dir, 5, 5. Maillərin oturacaqları arasındakı məsafəni tapın. Deməli, 5, 4-dürsə, misir üçbucaqlarından bilirik ki, bu isə 3-dür, 3-dür. Yəni, aralarındakı məsafə olacaq 6, A variantı. Əbab AB bərabərdir 5-ə. Bu deməkdir ki, ortaq vurumuz 5-dir. Deməli, 5x, 5y şəklindədir. Ortaq vuruq 5-dir. Buradan A vur B ifadəsində yerinə yazırıq. 5x vurulsun 5y bərabərdir 75-ə. 25xy bərabərdir 75-ə. Xy-miz bərabər olacaq 3-ə. 1 və 3-ün hasili 3 verdiyi üçün x və y-imizin qiyməti tapdıq. Deməli, 5 və 15. Cəmi 20. A variantı. Tənliyi həll edirik. Sol tərəfdəki ifadə müxtəsər Riemann düsturudur. 4x kvadratı çıx 1, çıxılsın 4x-in kvadratı, topla 12x bərabərdir 35-ə. Bunlar gedəcək. 12x bərabərdir 36-ya. X də bərabər olacaq 3-ə. Yəni B variantı. İfadəsinin qiymətini tapın. Əsaslar eyni olduğu üçün üstləri toplaya bilərik. -2A topla 6A. Bu da eləyəcək 3 üstü 4A. A-nı verilən ifadədə yerinə yazaq. 3 vurulsun, 4 vurulsun, 4-də 1. 4-lər ixtisar gedəcək. Cavab olacaq 3. Y variantı düşməyib, amma 3-dür. Dairənin örtüsü 5 dəfə artarsa, onun sahəsi neçə dəfə artar? Sahə düsturunu yazaq. Pi r-in kvadratı. 5 dəfə artırsa,
olacaq 25 pi r kvadratı. Yəni neçə dəfə artmış olur? 25 dəfə. 66-cı sual. AC-miz 7-dir, SB-miz 14. AB-ni soruşur. AB ümumi olacaq 21. A variantı. İfadəsinin qiymətini tapın. 2 vurulsun 5, çıx 4, topla 2 vurulsun 3. 10 çıx 4, topla 6, yəni 12. C variantı yenə düşməyib, amma C variantıdır 12. Əbəb 30, 36. Ortaq vuruq çıxarda bilərik hər ikisindən. 6 çıxar. Qalar 5 və 6. 5 və 6 qarşılıqlı sadə olduğu üçün əbəb 1 verəcək. Yəni cavab olacaq 6. Y variantı. Qrafiki üzərində yerləşərsə ordinatı 3. Ordinat 3-dürsə 3 bərabərdir 5x çıxılsın 17-yə. 5x da bərabərdir 20-yə. X da bərabər olacaq 4-ə. Yəni Y variantı. Kubun neçə tili var? 12. Aha, bu sualı deməli ehtimal sualıdır. Həsən, Əli və Vüqar. Deyir ki, Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 misli. Vüqara x yazsaq, Həsənə yazacaq 7x. Əlinin qazanma ehtimalının 2 mislidir. 2 mislidir. O zaman 3 onda 5x yazmalıyıq. Sadəcə bu şəkildə yazanda onluq kəsr şəklində yazmamız çətin olacağı üçün adi ədədlərə çevirək, sadə ədədlərə çevirək. Deməli 2 mislidir. O zaman buna 7x yazaq. Həsənə yazaq 14x. Əvvəlinə qayıdaq. Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 mislidir. 7 mislidirsə Vüqara yazmalıyam 2x. Buna görə yarışmanı Əlinin qazanma ehtimalı. Ehtimal sualı nə idi? Əlverişli hallar sayını bölməli idik biz. Mümkün hallar sayını. Əlini soruşduğu üçün 7x-i böləcəm. 23x-a, x-larım gedəcək, cavab olacaq 23-də 7, yəni D variantı. Əslində belə qarışıq sualdır, yəni imtahan vaxtı onu həll eləmək biraz fikirləşmək qarışıqdır, yəni qarışdıra bilər şagird. 2-nin kvadratı vurulsun, 2 üstü 2 vurulsun 3 üstü n. Məxrəcə parçalayıram, 3 üstü n, 3 üstü mənfi 1 vurulsun, 2 üstü 2 vurulsun 2 üstü 1. Burada 2 üstü 2 n'lər gedəcək, 3 üstü n'lər gedəcək. Əsas eynidirsə bölmədə üstlər çıxılır. 3 üstü mənfi 1. 2 vurulsun 3, yəni cavab olacaq 6. 3-ə baxaq. 4 vurulsun A çıx B hissəsi 2x topla 8-dir. 4 vurulsun 2x topla 8 yazacağım. A birləşmə isə bütün verilənlərin cəmidir, yəni. 2 qız topla 8, topla 3 qız, topla 1, 4 qız, topla 5. Sağ tərəf neçə eləyəcək? 9 qız, topla 14. Sol tərəf hesablayaq. 8 qız, topla 32, 9 qız, topla 14. Yəni x bərabərdir 18-ə. X-imiz 18-dirsə bizdən nəyi soruşurdu? B çıxılsın A-nı, yəni bu hissəni soruşur. 4x topla 5 bərabərdir. 4 vurulsun 18 topla 5, yəni 72 topla 5, 77. Cavab olur 77. 74-cü sualda bu hissə çapda düşməyib. Deməli, bu şəkildədir. Bura A. Bucaq B ilə bucaq D bərabərdir. Yəni, bura alfadırsa, bu hissədə olur alfa. AB ilə OC bərabərdir. Yəni, 6-dırsa, burada 6-dır. AO'muz 5-dir. Qarşılıqlı bucaqlar bir-birinə bərabər olduğu üçün işarələyirəm. Burada nə etməliyim? Oxşarlıqdır. İstifadə edəcəm oxşarlıqdan. 6-nın CD-yə nisbəti bərabərdir 5-in 6-ya nisbəti. CD deyəcək 36 böl 5, yəni 7,2. İndi bu suala baxaq.
AİM verib bizə 12, ABC 6'dır. 90 dərəcə olur da düzbucaqlı da bu hissələr, düzdürmü? 6 12-dirsə, mən deyə bilərəm ki, buradakı bucaq 30 dərəcədir. Bu hissə onda 60 dərəcədir. Bu da eləyəcək 6 kök 3. Bura 30 dərəcədirsə, bilirəm bura 60 dərəcədir, 90 dərəcə. A nəyi soruşurdu? ADM-i, ADM bu hissəni soruşur. Bura 30 dərəcədirsə, onda bura qalır neçə dərəcə? 60 dərəcə. Rahim birinci gün kitabın 40%'ni, ikinci gün 5%'ni, üçüncü gün isə qalan 110 səhifəsini oxuyub qurtardı. Birinci günü 0,4 qism oxuyub. İkinci günü 0,5 qism oxuyub. Üçüncü gün isə qalan 110 səhifəni oxuyub. Ümumi 0,45 oxuyubsa, adamın qalıb 0,55 x qalıb. Və neçə səhifəyə bərabərdir? 110 səhifədə qalıb da. X-ni tapdıqda 110'u bölməliyik 0,55'ə. Bu da eləyəcək 200. Deməli səhifəmiz neçə, kitabımız neçə səhifəymiş? 200 səhifə. Bərabərsini həll edək. Bu bərabərsizlikdə əsas ona önəm verilməlidir ki, 3'dən kökdən 10'u çıxsaq, mənfi edərmi? Bəli, mənfi edər. Kökdə 10'dan təqribən neçə çıxır? 3 tam neçəsə. Deməli, 3'dən böyükdür. Deməli, işarəmiz dəyişilməlidir. Sağdakı ifadəni sola keçirdək. X 3 çıxılsın kökdə 10, çıxılsın 5,5, 3 çıxılsın kökdə 10, kiçikdir 0'dan. Ortaq vuruq, 3 çıxılsın kökdə 10'dur. Çıxardıram mötərizə xaricindən. Qalır x çıxılsın 5,5, kiçikdir 0'dan. Burada işarə dəyişir. 0'dan ixtisar olunur, gedir. Sadəcə mənfi olduğu üçün işarəmiz dəyişəcək. X çıxılsın 5,5 böyükdür 0. X böyükdür 5,5'dən. Deyir ki, ən kiçik tam həllini tapın. 5,5'dən böyük ən kiçik ədəd neçədir? Təbii ki, 6. Cavab 6. Aha. Düz xətli yol boyunca 85 ağac əkilib. Hər qonşu iki ağac arasındakı məsafə bərabərdir. A və B ağacları arasındakı ağaclardan biri C'dir. Ortada bir C ağacımız var deməli. A və C ağacları arasındakı məsafənin C və B ağacları arasındakı məsafəyə nisbəti 3'ün 4'dədir. Deməli, AC arasındakı məsafə neçə K'dır? 3K. C və B arasındakı məsafə neçə K'dır? 4K. Məsafəni tapanda bir vahid az olmalıdır. Yəni 85 ağac varsa, bu ağaclar arasındakı məsafə 84 olacaq. Yəni 3K topla 4K bərabərdir 84'ə. 7K'mız 84'dür. K'mız olacaq 84 bölü 7. Deməli 12. 12. 3 A və C arasındakı məsafəni tapaq. 3 vurulsun 12. Deməli 36 edir. O zaman C ağacı neçənci ağacıymış? 37-ci ağac. İti bucağın tən böləni trapesiyanın iki oxşar üçbucağa ayırır. Oturacaqlar 7 və 28 olarsa trapesiyanın perimetrini tapın. Trapesiyamızı çəkək. İti bucağın tən bölən isə alfa yazaram. Çarpazı alfa olacaq. Oturacaqları 7 və 28'dir. O zaman yan tərəfə də 7 yazacağım. Çünki oturacaqdakı bucaqlar bərabərdir. Oxşarlığa gətirək. Alfa-alfada tutalım ki, o bucağı betadır. Sağ tərəfdəki üç bucaqla oxşar dediyi üçün mən betanı hansı tərəfə yaza bilərəm? Təbii ki, iti bucağı tərəfə yaza bilmərəm ki, o bucaqdır. Betanı yuxarı yazacağım. O zaman alfa olacaq. Aşağı oturacaq. İndi oxşarlıqdan istifadə edə bilərik.
Yox, nisbətləri yazaq. Buraya x yazım. Aha. Çünki bu tərəf yoxdur. Verilərə əsasən diagonal x yazım. İndi nisbəti yazaq. Betanın qarşısındakı x-in. Digər üçbucaqda betanın qarşısındakı 28-ə nisbəti. Alfanın qarşısındakı 7-nin digər üçbucaqda alfanın qarşısında nədir? X. X-in kvadratı bərabərdir. 28 vurulsun 7 edəcək 196. 196 da nəyin kvadratı? Nəyin kvadratı 196 eləyər? Təbii ki 14-ün. X-i biz neçə tapdıq? 14. Bərabər yanlış bucaq olduğu üçün digər tərəfdə neçə olmalıdır? 14. Görək ki, üçbucağın bərabərsizlik qaydası ödənilir. Yuxarıdakı üçbucaq üçün məsələn yoxlayaq. 7 kiçik olmalıdır fərqdən, yəni 7-dən. Böyük olmalıdır 20, kiçik olmalıdır 21-dən, böyük olmalıdır 7-dən. Görürük ki, bərabərsizliyin şərti ödənmir. Boş çoxluq. Digər üçbucaq üçün yoxlayaq. 14 böyük olmalıdır 14-dən, kiçik olmalıdır 42-dən. Görürük ki, bura üçün də, ikinci üçbucaq üçün də şərt ödənmir. Deməli, bu sualda nəsə səhvlik var. Düzgün gəlmir. Trapesiya qaydasına əsasən həll etdikdə cavab çıxır. Perimetr olur neçə? 14 üzərinə gəl 14 topla 28. 56 eləyir. Ancaq üçbucaq bərabərsizliyini yoxlayanda tərəflərə uyğun belə bir üçbucaq ola bilməz. Yəni ödənmir. Tutalım bu bərabər yanlı üçbucaq olsaydı əgər deməli alfa bu üstə 7 tapmışdıq. 7 28. O zaman digər yan tərəf neçə olur? 7. 7 olur. Bu zaman isə perimetr olacaq 49. Ancaq bunu da düzgün götürə bilmərik. Çünki bərabər yanlı trapezi olduğunu qeyd etməyib şərtdə. Digər tərəfdən üçbucağın oxşarlığa görə tapdıqda da düzgün cavab çıxmır. Yəni bu sualda səhvlik var. Gələk digər növbəti misala. S2-nin sahəsini verib bizə. Sonra S1-in sahəsini verib və düzbucaqlığın iki hissə kəsildi. Deməli, bu hissəmiz kəsilib. 2 fiquru alınıb. S1-in sahəsini verib. Təbii ki, digər fiquru, məsələn, x ilə işarələsən, bu zaman böyük fiqurun sahəsindən kiçiyi çıxmalıyam. Çıxaq, həll edək. Bu zaman burada x kublarımız gedəcək. Qalır x-in mənfi x kvadratı. Hə, tərsində çıxmışam. Düzgün deyil. Böyük bu deyil. Böyük sahə hansıdır? S2-dir. Hə, x kubu topla 2x kvadratı. Bundan çıxmalıyım. X kublar gedəcək. X kubu qalır. X kvadrat qalır. Daha doğrusu çıxılsın 4 x'imiz. Çıxılsın topla 12. Topla 4'ümüz. Topla 4. Bu da x çıxılsın 2-nin mötərizə kvadratı. Deməli, x-imizi nə tapdıq biz? Digər fiqurun sahəsini. X çıxılsın 2-nin mötərizə kvadratı tapdıq. Burada da deyir ki, m-i tap da. Bu
bu digər fiqurun uzunluğu neçə olur? X çıxılsın 2. Biz düzbucaqlının sahə düsturu nə idi? S bərabərdir A vurulsun B. Hər şey yerinə yazaq. X çıxılsın 2 vur M bərabərdir X çıxılsın 2-nin mötəzi qalıdır. Buradan da bunlar ixtisar getsə M bərabər olur X çıxılsın 2-yə. Deməli, bizim tərəfimiz neçə ola bilməz? 2, yəni 0 ola bilməz. 1 ola bilməz, mənfi ədədidir. Deməli, X ən kiçik neçəni ola bilər? 3-ü. Deməli, cavab 3-dür. Bir də bunu başqa bir üsulla həll etmək istəyirəm. Bezu teoreminə görə. Yəni, Bezu teoreminə görə həll edək. Görək ki, o zaman da, yəni, Bezu ilə də həll etmək mümkündür də, təbii ki. Onları silirəm. Gəlin belə yazaq. S1-in sahəsini verib bizə x kubu topla x kvadratı topla 12x topla 12. Bu fiqurda da, məsələn, bu hissəni bir dənə A ilə işarə eləsək, düzbucaqlıdır axı. S bərabərdir A vurulsun, x çıxılsın 2 edir. Mən S1-i tapmağım üçün nə etməliyəm? Sahəni bölməliyəm, x çıxılsın 2-yə. Bezu teoreminə görə, yəni. Bölürəm. Bezu teoreminə görə bölürəm. Qalıq alınır. Qalıq 42 alınır. Bir də baxım. X kvadratı tam bölünmür, yəni. Düzdür, S1-in sahəsi budur. Tam bölünmədi. Aslında belə olmalı deyil, yəni bu sualda da yəni nəsə düz gəlmir. Yəni necə sahələrə görə tapdıqsa, bu yəni Bezuya görə də eyni bir şey alınmalıdır əslində. Burada görürəm alınmır. Və yaxud da məsələn bayaq tapdığımıza əsasən digərini Bezuya görə bölək görək nə alınır. Nə tapmışdıq? SX-i biz nə tapmışdıq? Çıxıb x çıxılsın 2-nin mötəzi kvadratı. Yəni x kvadratı çıxılsın 4x topla 4 idi də. Gəlin indi bunu bölək baxaq neçə alınır. X kvadratı çıxılsın 4x topla 4. Bölək x çıxılsın 2-yə.
Bunda tam alınır. Yəni digər sahə düsturuna görə, digər yəni birinci elədiyim üsula görə tam bölündü, düzgün alındı. Sadəcə birinci tərəfə görə digər bez üsulu ilə həll etmək istədim. Gördüm alınmadı. Məsələn, bir də belə yoxlamaq istəyirəm. S2-dən, S2 ümumi nə idi? X kubu topla 2x'in kvadratı topla 8x topla 16. Ondan çıxıram. X tapdığım nə idi? Çıxılsın x kvadratı topla 4x çıxdı. Bunları görək nə verəcək? Bərabər olur. X kubu topla x'in kvadratı topla 12x topla 12. Görək verir S1-i. Bəli, verdi. Ödədi. Deməli, birinci elədiyim üsulla doğrudur. Ancaq bu bez ilə düz gəlmir. Çünki bölmədə nəsə yanlışlıq olur. Bir də baxın. Nəsə yanlışlıq olur əslində. Yəni hər iki üsuldan düzgün cavab alınmalıdır. Necə bu sualda da biraz düzgünlük yoxdur, qarışıqdır. Keçək 81-ə baxaq. Səksən birinci sual çox düşür testlərdə düzü. Müxtəsər vurmanın düsturuna gətirmək lazımdır. X kvadratı topla x-dırsa, bu nə yazmalıyam mən? 0 tam yüzdə 25 yazmalıyam, düzdür. Topla y kvadratı çıxılsın 5y, topla nə yazmalıyam? 6 tam yüzdə 25 ki, müxtəsər vurma düsturuna gəlsin. Birinci hissə eləyir x topla 0,5-in mötərizə kvadratı, y çıxılsın 2,5-in mötərizə kvadratı. Mən nəyə əlavə eləmişəmsə, onu təbii ki, çıxmalıyam. 0,25, 6,25-dirsə, 6,5-i nə etməliyəm? Çıxmalıyam. Bərabərdir 29,5-ə. X topla 0,5-in mötərizə kvadratı topla y çıxılsın 2,5-in mötərizə kvadratı bərabərdir 36-ya. Deməli, radiusumuz nə oldu? 6. Kvadratın nədir? Çevrənin daxilinə çəkilmiş kvadrat. Kvadratın yəni xaricindədir çevrə. Bu zaman düstur var idi. Hazır düsturu var. Deməli, kvadratın xaricinə çevrə çəkilib. S bərabər idi 2r-in kvadratına. Bu da eləcə 2 vur 36, yəni 72. Əgər daxilində olsaydı o düsturda 4r-in kvadratı idi. Yəni, belə də bir düstur var, istifadə eləmək olar. Sadəcə, deməli, ümumi baxın. 80-ci sualda nəsə düzgünlük yoxdur. Yəni, çünki sahələrə görə sadə qaydada çıxanda cavab alınır, hər şey ödənir. Çox gözəl. Ancaq bezüyə görə, yəni bunların nisbətini yazsaq, eyni bir şey alınmır. Məsələn, axı eyni bir şey alınmalıdır. Yəni, bunun üçün fərqi olmamalıdır. Bezüyə görə də düzgün olmalıdır. Gəldik 79-cu suala. 79-cu sualda yəni oxşarlığa görə alınmır. Bərabərliyin olmasını da qeyd eləməyib. Yəni, bu sualda da nəsə düzgün deyil. 78-ci sual tipində 9 illik test kitabçasında da var bu tipdə sual. Yəni, təkrar görülən sualdır. Bu digərləri yəni, sadə idi.
Məsələn, burada deyə bilərəm ki, məsələn, çoxluğa aid verilmiş sualda mənə görə, yəni 9-cu sinif səviyyəsindən biraz yüksək ola bilər. Ehtimal qarışığı idi. Bəli, uşaq qarışdıra bilər həyəcandan, o anki stressdən. Ehtimal sualını qarışdırma ehtimalı böyükdür. Ehtimal böyükdür. Mən məsələnin şərtinə uyğun müzakirə elədim. Digər suallar isə yəni sadə idi. Yox, digər suallarda bir qəlizlik yoxdur. Sadəcə bu ətraflı yazıda açıq tipli suallarda, yəni 2 dənə sual, yəni mənalı qaldı ki, yəni 79 ümumiyyətcə alınmadı hər iki variantda. Amma 80-da bir variantda alındı, digər variantda BC-yə görə alınmadı, yəni belə.